Çaldıran döyüşündeki məğlubiyyətdən sonra dərin sarsıntı keçirir və bu onun sonunu getirir. Mənbələrdə Şahın qorxmaz, cəsur və çox güclü bir sərkərdə olduğu yazılır. Osmanlı Sultanı Yavuz Səlim məktublarında Şahı əsəbləşdirmək üçün onun qorxaq olduğuna eyham vururdu. Halbuki döyüşdən əvvəl Şah İsmail Sultan Səlimə "Gəl ikimiz vuruşaq, başqalarının qanı tökülməsin" deyir. Sultan Səlim isə bu təklifdən qorxaraq geri çəkilir və bir təpə başından döyüşü izləyir. Şah İsmail meydana atılaraq qısa zaman ərzində Osmanlının ən güclü sərkərdələri ilə tək-tək döyüşür və onları məğlub edir. Şah İsmail'in öldürdüğü Osmanlı sərkərdələrindən biri də Malkoçoğlu'dur. Hakkında nağıllar yazılan, filmlər çəkilən Malkoçoğlu Osmanlı ordusunun ən güclü sərkərdələrindən idi. Osmanlı mənbələri Şah İsmail'in döyüş zamanı Malkoçoğlu'nu qılınc zərbəsi ilə iki yerə böldüyünü